Qardaş 230 minlik evi də sən indirdik, 200 min aldı. İndi evi bizə elandan çıxardaq, gedək evi rəsmiləşdirək sənin adına. Ev yaxşı deyil qardaş, çox sağ ol, hər şey əlasıdır qaydasındadır. Sadəcə olaraq evin unitazını bəyənmədim. Unitazı? Yaxşı qardaş, mən öz cibimdən bir dənə unitaz alarım. Qardaş 300 minlik evi də 280 minə düşürdü sənə, yəni ki, super ideal ev. Nəyi var evi, yəni nəyi istəyirsən? Baxdın, bəyəndin özün, gedək rəsmiləşdirək sənin adına. Qardaş, ev həqiqətən super gözəl evdir, evə söz yoxdur. Sadəcə olaraq mən bir dənə dostumun kirvəsinin xalası oğlunu da gətirib, o da baxsın, fikrini bildirsin sonra. Qardaş, imkan varsa rəhmətli baba get, qəbirdən çıxaq, gəl o da baxsın evə. Bəs qardaş, sizdə ipotekaya yararlı, 3 otaqlı, maksimum qiymətdə 120 min manat olan mənzil var? Var, əlbəttə var qardaş. Nə yaxşı, hardadır? Buradan çıxırsan inşaatçılar metrosuna 3 dəqiqəlik, yəni marşrutla mindin çıxdın. Oradan da 3 saatlıq Hacı Qabılı'da qardaş, həyat edin. Ged ora, qəşəng deyil. Qardaş, sizdə 22 min manata 1-in 2-yə düzəlmə mənzil var. Var, nə yoxdur ki qardaş? Nə yaxşı, hardadır? Burada Yasamal qəbrəstanlığında gedirsən qardaş, yatırsan orada. 2 dənəsini götürsən, sabah biri də lazım olardı. Kimsə, Allah ev ötküsü, 1-in 2-yə 22 minə mənzil var.